ki orada burada döydürüb, cavanlaşmaq lazım olanda öyə gəlir. Rapuş, lifti tulla. Göndərəm. Bir sözlə saçdan universal vasitə kimi istifadə eləyirlər. Necə böyüyübsən güzgüyə baxanda. Seksi, gözəl, babat bir qızı görürəm. Sənin yanında. Az ürəyivə götürmə, mırtdaşıram. Bəlkə üzümə botox elətdirim, hay. Rapunzel tez analığın stulu otuzdurub sıfatın saçlarını cavanlaşdırmaq üçün mahnı oxuyur. Yavaş, az. Azabı nə mahnıdır? Zordan tez ləzzət eləyir. Rapunzel nə qədər yalvarsa da analığı onu çölə buraxmırdı. Hava azmış kimi qıza hələ bir acıq da verdi. Çöldə hündür kəli ilə tanış olmuşam. Uf, adamın carını dağıdır. Mən getdim bazdıq bazarığa sal balaşa. Gördüğünüz bu qaqaş oğurçudur. Bir gün qaqaş gizlicə kral sarayına girib, Həpçu! Öz başı yeyəsən, qaqa qirifsən. Ha. Zəncəfilli çay iş düzəlcək. Tacı uğradılar. Oy binə. qaqaş qasır əsgərlər də bunun dalıyca. Ağralara! Ölün! Auye! Qaqaş əsgərlərdən çox hava at paz olur. Atdan qaçarkən təsadüfən gəlib Rapunzelin qaldığı qulləni tapır və qulləyə çıxıb girir öyə. Yaxşı qutardıq. Abi kimdi? Aa, ne şirin oğlanda. Öl uğraş. Oğlanı babat tavaladıktan sonra soxur şkafa. Nə tər içilədim amma. Qızlar var, şərait yoxdur. Ay, bilin. Ay, bilin. Sonra qaqaşı çıxarıb əl qolun saçları ilə qaşaq bağlayır. Kimsən sən? Saçlarımı salona satmaq istəyirsən? Nətər söz gözəl. Mən aşpazam. Nə tər yəni? Sizi bişirmək